Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2013-cü ildəki elmi və elmi təşkilatı fəaliyyətinə həsr olunan ümumi yığıncağı keçirilib. Tədbir iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər, abidəsi önünə əkil qoydular. Görkəmli oftalmoloq alim akademik Zərfə Əliyevanda xatirəsi anıldı. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və bir sıra nazirliklərin rəhbərləri akademiyanın elmi müəssisə və təşkilatlarının 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanış oldular. Elmi nailiyyətlərin sərgisində təqdim edilən materiallar maraqla qarşılandı. Ümumi yığıncağın rəsmi hissəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə çıxış edərək elmi təşkilatın 2013-cü il ərzində dövlət başçısının elmə dair qərarlarını rəhbər tutaraq uğurla fəaliyyət göstərdiyini bildirdi. Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahib olduğunu, müasir informasiya kommunikasiya texnologiyaları ilə təchiz edilən regionda ən qabaqcı kitabxanalardan olacaq informasiya resursları mərkəzinin istifadəyə tam hazır olduğunu və müasir elmi istiqamətlər üzrə yeni institutların yaradılacağını vurğuladı. Eyni zamanda ölkənin inkişaf strategiyasına uyğun olaraq regionlarda elmi-texniki potensialı artırmaq məqsədi ilə bir sıra islahatların həyata keçirildiyini, akademiyanın Gəncə bölməsinin yaradıldığını xatırlatdı. Görülən işlər sırasına Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrinin direktorları, innovativ layihələrin ekspertizası və koordinasiyası, gənc alim və mütəxəssislər şuralarının yaradılması, müxtəlif sahələrdə xüsusi fərqlənən gənclər üçün prezident mükafatının təqdim olunması və digər işlərin aparılması daxildir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Akademiyanın 70 illik yubileyi, Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər inkişaf konsepsiyası, Cənubi Qafqazda ilk dəfə 1-ci Bakı Elm Festivalının və Azərbaycan alimlərinin 1-ci qurultayının keçirilməsi nəzərdə tutulur. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, müxbir üzvü Rasim Əliquliyev Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, bu müddət ərzində AMEA-nın struktur, idarəetmə və təşkilati sistemi təkmilləşdirilib, elmi müəssisələrin fəaliyyətinin məqsədyönlü koordinasiyası üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub. Akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7000-dən artıq məqalə və tezis, o cümlədən xaricdə 2500-ə yaxın məqalə və tezis çap etdirilib. Akademiyada 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib. Elmi müəssisələr tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib. Akademiyanın icraçısı olduğu dövlət proqramlarından 3-ü artıq başı çatıb, 13-ü isə hələ davam edir. Daha sonra yığıncaqda Milli Elmlər Akademiyasının vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və Akif Hacıyev, Biologiya və Tibb Elmləri bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Naziri, akademik Əli Abbasov, Naxçıvan bölməsinin sədri, akademik İsmail Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nəsimə adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tofiq Hacıyev, AMEA-nın həqiqi üzvü İsmail İbrahimov çıxışlarında mövcud problemlərdən söz açdılar və təkliflər səsləndirdilər. Ümumi yığıncağın qərarı ilə Milli Elmlər Akademiyasının hesabatı qənaətbəxş hesab edildi. Sonda Akademiyanın prezidenti elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar təqdim etdi. Vaqif Həsənov, Vüqar Həsənov, Vüqar Quliyev, xəbərlər.